İndi İmam Hüseyin əleyhissalama ki, Əba Abdullah deyirlər, hər kəs ki Allaha bəndədir, Hüseyin ona atalıq eləyib. Heç axtar gör tarixdə Abdullah adında oğlu olub ha. Əbu Əli niyə demirlər ki? Çox oğlanların adı Əli olub da. Abdullah adında oğlunun olması hələ sual altındadır. Bəzi tarixçilər deyir olub, bəzi deyir olmayıb. Bəs niyə buna Əbu Abdullah yəni nə? Abdullahın atası. Abdullah yəni nə? Allahın bəndəsi, Allah qulu. İnsanların hər biri Allahın qulu olmalıdır, Abdullah olmalıdır. Əgər ola bilsə, əbd olmalıdır, bəndə olmalıdır. Və Peyğəmbərimizə şəhadət getiririk, namazda təşəhhüd şəhadət sözündən ki, yəni şahidik də biz. Nə deyirsən? Elhamdülillah, əşhədu ən la ilahə illallah vəhdəhu la şərikə ləh və əşhədu ənnə Peyğəmbərin adını çəkirsən, sonra nə deyirsən? Əbduhu və rasulullah. Əbdi quludur, sonra əvvəl qul, sonra rasul. Hələ bu əbd və rasul olmamışdan əvvəl də nə idi? Əmin. Əmin demirdilər ona? Düzgün adam. Peyğəmbərin keçdiyi bu həyat yolu sənə göstərir ki, insan gərək düzgün adam olsun. Sonra Allaha bəndə olsun. Ondan sonra rəsul olar. Elçi olar. Allahla insanlar arasında elçiliyi olar. İndi İmam Hüseyin əleyhissalama ki, Əba Abdullah deyirlər, hər kəs ki Allaha bəndədir, Hüseyin ona atalıq eləyib. Həmən o Allaha bəndəçiliyin yolunu öyrədib, o mənada atalıq eləyib. Əba Abdullah, yəni kim ki özünü Allahın bəndəsi bilirsə, onun mənəvi atası kimdir? Hüseyndir.